Salam əziz müəllimlər, mən Murad müəllim. Bugün yenə sizlərlə birlikdəyik. Bugün yenə bir neçə sualın izahına baxacaq. Keçək suallara. İlk sualımız, zülallı kodlaşdıran məlumat RNT-nin molekul kütləsi 450 min atom kütlə vahidi olarsa, bu zülalı təşkil edən amin turşularından neçəsi hər iki tərəfdən peptid rabitə ilə əhatə olunmuşdur deyir. 450 min məlumat RNT-nin molekul kütləsinin çəkisidir. Mən 450 mini bölərəm bir dənə triplet şəklində olan amin turşunun belə deyək, daha doğrusu tripletin kütləsinə, yəni nəyə? 900-ə bölərəm. Baxım görüm mənim neçə dənə tripletim var. 900-ə böldüyüm zaman burada sıfırlar gedəcək və 45-i 9-a 5 dəfə, arxasına 2 dənə 0, yəni 500 dənə tripletim və 500 dənə də nəyim var? Deməli, amin turşum var. 500 dənə amin turşum varsa, mənə hər iki tərəfdən peptid rabitə əmələ gətirənlər hansılar olacaq? Ortada olan amin turşuları təbii ki, gördüyümüz kimi bu şəkildə yazsaq, hər iki tərəfdən peptid rabitə ilə əhatə olunan nədir? Ortada nə qədər ki amin turşular var? Hamısı. Əgər 500 normalda cəmi amin turşum varsa, bunun kənardakılarını çıxaram. Sadəcə ortadakılar qalar. Yəni 500-dən 2-ni çıxaram, qalar 498. Doğru cavabımız C variantı olacaqdır. Daha sonra baxaq növbəti sualımıza. Aşağıdakılardan hansının formalaşması insan fəaliyyəti nəticəsində baş verib? Noosfer, yəni D variantı nədir? İnsan fəaliyyəti nəticəsində formalaşmışdır. Daha sonra baxaq növbəti sualımıza. Şünar ağacının gövdəsində işıq sevən ot bitkisinin cüzərtisi zəif inkişaf edir. Bu hadisə biotik münasibətlər qrupunun hansına aiddir? Bu olacaq amensializm olacaqdır. Yəni B variantı. Canlıların qarşılıqlı əlaqəsinə baxsaq mövzu olaraq, orada biz görəcəyik parazitizmi, amensializmi, birgə mutalizmi və s. Daha sonra baxırıq növbəti sualımıza. Deməli, dördüncü sualda deyir, buğda, noxud və darı bitkilərinin hər birinin toxumlarından eyni miqdarda götürülmüşdür. Bunların düzəlməsinə cəmi 28 qram su sərf olunmuşdur. Ayrıqda hər bir toxumların düzəlməsinə neçə qram su lazımdır? Düzəlməsinə 28 qram su lazım olur. Mən eyni miqdarda götürmüşəm x və x şəklində hər birindən. Və bilirəm ki, buğdada düzəlməsi üçün 0,5x, yəni çəkisinin yarısı qədər, noxudda öz çəkisi qədər və darıda isə nədir? 4də 1-i qədər nə lazım olur? Su lazım olur. Və bu su miqdarı cəmi olub 28 qram. Bu olacaq 1,75x bərabərdir 28 qrama. Bunu da 28-i də 1,75-ə bölsək, 1,75-ə bölsək, buradan x bərabər olacaq nəyə? 16-ya. Demək ki, x-imi mən 16 tapdım. Ayrılıqda hər bir toxumların düzəlməsinə neçə qram su lazımdır? Hər birində gəlib x-i yerinə qoysam, lazım olan suları tapmış olacağım. 0,5x-də x-in yerinə 16-nı qoyduğum zaman burada nə alınacaq? 0,5 vur 16. O eləyər 8. X-in yerinə elə olduğu kimi 16-nı qoyaram. O eləyər 16. 0,25 x-də də 16-nı x-in yerinə qoysam, eləyəcək nə? 4. Yəni, nə olmuş olacaq? 8. Deməli, ardıcıllıq necə idi? Buğda, noxud, darı. Buğdada olacaq 8, noxudda olacaq 16, darıda olacaq nə? 4. Yəni, B variantı olmuş olacaqdır. Daha sonra növbəti sualımıza baxaq. Müasir atın yeriməsində heç bir əhəmiyyəti olmayan barmaqları hansılardır?
ikinci və dördüncü barmaqlar olmuş olacaqdır. Sonra növbəti sualda nə deyir? Nəzərə alaq ki, Lotrix yosunu en sayda hüceyrədən təşkil olunmuşdur. Bu yosunda çoxalma qabiliyyəti olan hər bir hüceyrə minimum sayda zoospor əmələ gətirərsə, bu zoosporlarda qamçıların sayı neçə olar deyir. Mən təsəvvür edirəm ki, tutaq ki, 7 dənə hüceyrədən ibarət mənim Lotrixim var və buna mən nə demişəm? N demişəm. Və bu 7 hüceyrənin 6-sı çoxalma funksiyasını yerinə yetirəcək. Sonda biri yapışmaya xidmət edəcək. 6 dənə hüceyrə hər biri minimum sayda zoospor əmələ gətirsin. 2 dənə zoospor əmələ gətirsin. Və bu zoosporların hər biri neçə qamçılı olacaq? 4 qamçılı olacaq. Bunun bir-birinə vurulmağından alınan cavab olacaq 48. Deməli, 48 qamçı var və mən bu 48 qamçını cavablardakı kimi, yəni enli şəkildə ifadə etməliyəm. 48 rəqəmindən 7 rəqəmini necə ala bilərəm? 8-i vuraram 7 minus 1 şəklində. Bu şəkildə yazaram. Buradan cavab 6 olur. 8 dəfə 6 nədir? Eləyər 48. Demək ki, mənim doğru cavabım nə olacaq? A variantı olmuş olacaqdır. Bu şəkildə. Daha sonra baxaq növbəti sualımıza. İki bakteriyanın maksimum sürətlə bölünməsi zamanı bölünməyə məruz qalan bakteriyaların sayının başlanğıc bakteriyaların sayına nisbəti 511-ə bərabər olmuşdur. Bu zaman müddətində 3 bakteriya sayını minimum neçə dəfə artırmışdır? Deməli, burada bölünməyə məruz qalan bakteriyanın sayının başlanğıc bakteriyaya nisbəti 511 deyirsə, mən bunları vuraram bir-birinə, 511-i vuraram nəyə? Başlanğıc bakteriya sayıma. 1022 rəqəmini almış olaram ki, bu nədir? Bölünməyə məruz qalan bakteriya sayıdır. Demək ki, mən bölünməyə məruz qalan bakteriyaları həm də necə tapırdım? Sonda əmələ gələn bakteriyalardan ilkin bakteriyanı çıxırdım. Elə bil sonda əmələ gələn bakteriyam neçədir bilmirəm. Bundan ikisini çıxmışam. Olub nə? 1022. Yəni, bölünməyə məruz qalan bakteriya. Buradan deməli, x bərabərdir nəyə? Bakteriya sayım 1024 imiş. Bu nə deməkdir? 2 üstü 10 deməkdir. 2 üstü 10, yəni 10 bölünmə keçirdibdir. 10 bölünmə keçirdibsə, maksimum sürətlə bölünübsə, 20 dəqiqədən baş verib və onu vururam 20-yə, 10 dənə 20 dəqiqə keçdiyinə görə. Eləyir 200 dəqiqə. Bu 200 dəqiqə müddətində 3 bakteriya sayını minimum neçə dəfə artırmış deyir. Minimum neçə dəfə artırıb deyirsə, mən 30 dəqiqədən bir bölünmə edəcəm. 200-ün içərisində 30 neçə dəfə yerləşər? 6 dəfə yerləşər. Bu da nə deməkdir? 3 vurulsun 2 üstü 6. 3 bakteriya sayını minimum neçə dəfə artırmışdır deyirsə, 2 üzəri 6 dəfə artırmışdır. Bu nə deməkdir? 2 üzəri 6 bərabərdə 64 deməkdir. Yəni, 64 dəfə artırmışdır. Cavab olacaq A variantı. Daha sonra baxırıq növbəti suala. Növbəti sualda bizə nə deyir? Boz-ağ homozigot ada dovşanı çarpazlaşdırdıqda ikinci nəsildə iki heterozigot fərdin çarpazlaşması zamanı tamamilə yeni formalar, yeni qara tüklü ada dovşanları almışdır. Bunlar ümumi nəslin hansı hissəsini faizindən təşkil edər? Tamam, boz homozigot deyirsə, böyük C, böyük C, böyük A, böyük A deyərəm. Bir də boz, ağ daha doğrusu homozigot deyirsə, kiçik C, kiçik C, kiçik A, kiçik A şəklində. Buradan alınan fərq nə olacaq? Böyük C, kiçik C, böyük A, kiçik A şəklində olacaq. Bunu deyir təzədənlə özü kimi bir fərqlə çarpazlaşdırıb, böyük C, kiçik C, böyük A, kiçik A. Buradan əmələ gələn fərq bilirəm 9 dənə bozdur, 4 dənə ağdır, 3 dənə nədir? Qara. Bu da mənə deyir, bunlar ümumi nəslin neçə faizini təşkil edir? Həmin bu yeni qara tüklü ada dovşanlar.
Qara ümumi nəslin neçə faizini təşkil edir? 3 bölünsün 16 vurulsun 100-ə. Deməli, buradan cavab çıxacaq 18 tam %75. O da hansı varianta uyğun gəlir? Y variantına uyğun gələcəkdir. Daha sonra baxaq növbəti suala. 20-ci suala baxırıq. Mamır və qıcının spermatozoidlərinin yumurta hüceyrənin ifraz etdiyi maddəyə doğru yaxınlaşması necə adlanacaq? Taksis adlanacaqdır. Bunu zaten mən daha öncə də bir neçə dəfə fərqli misallar üzərindən izah etmişdim. Daha sonra baxırıq növbəti suala. Plastik maddəyə aiddir. Plastikos yapmaq, düzəltmək, qurmaq, qoşmaq deməkdir də. Ona görə mən nə edəcəm? Birləşmə reaksiyalarını götürəcəm. Parçalanma reaksiyasından uzaq durmalıyam. Polisaxarid, monosaxariddə nə edir? Parçalanar. Yəni bu nədir? Parçalanma reaksiyasıdır. Glikogen qlikozaya parçalanar. Amin turşularından zülal əmələ gələr. Demək ki, mənim birləşmə reaksiyam nədir? C variantı olmuş olacaq. Nuklein turşuları nukleotidlərə parçalanar. Çünki nuklein turşuların özləri nədir? DNT, RNT hər birinin monomeri nədir? Nukleotiddir və bu öz monomerlərinə parçalanmışdır. Y variantından nişasta qlukozaya parçalanmışdır. Yenə də parçalanma reaksiyasıdır. Ona görə doğru cavab olur elə C variantı. Belə əziz müəllimlər, suallar bundan ibarətdir. Dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.